Çin bir daha sübut etdi ki, əgər o hansısa işə girişirsə, bu iş mütləq möhtəşəm olmalıdır. Budur növbəti Çin möcüzəsi Shenzhen-Chunshan yeni avtomobil yolu. Bu layihə sadəcə bir su maneəsini keçən yol deyil. Bu, tikinti dünyasında azı bir incəsənət əsəridir. 8 zolaqlı, 24 kilometr uzunluğunda ideal bir yol. İki nəhəng şəhəri ən qısa marşrutla birləşdirmək bacarığı, özü də sualtı tunel və 2 körpü vasitəsilə. Əlbəttə, rekordlarsız da ötüşmək mümkün deyil. Su altında keçən tunel, dünyada ən uzun və ən enli tunel oldu. 5 kilometr suyun altında və 46 metr enində. Ancaq yəqin ki, ən maraqlısı, bu, dünyanın ilk sualtı nəqliyyat qovşağıdır. Sadəcə təsəvvür edin, suyun altı ilə gedən bir yol birbaşa hava limanı ilə birləşir. Bu, sanki elmi fantastik filmdən bir kadrdır. Amma yox, bu artıq yaşadığımız reallıqdır. Əlbəttə, xüsusi təhlükəsizlik tədbirləri də nəzərə alınıb. Tunelə xüsusi robotlarla idarə olunan innovativ yanğın söndürmə və tüstünün çıxarılması sistemləri quraşdırılıb. Bax belədir gələcəyin dünyası. Çin isə həmişə bir addım öndədir.